Salam dostlar, bu videoda mən sizlərə Windows Server 2022-nin SQL server üzərində, yəni quraşdırılmasını göstərəcəm. Sizin əlinizdə bir SQL server var və onun üzərində bir Windows Server 2022 VM qaldırmaq istəyirsiniz. Bunu necə edəcəksiniz? Mən sizə onu göstərəcəm. Deməli, biz SQL-in IP-sini qeyd etdikdən sonra root üzərimizi və parolumuzu qeyd etdikdən sonra qarşımızda belə bir səhifə açılacaq və həmin səhifədə yeni bir virtual maşın yaratmaq istəyiriksə, virtual machines, yəni sol tərəfdə yazılan hissələrin üzərinə klikləyərək, mən də hal-hazırda 2 ədəd VM olduğunu görürəm və yeni bir VM yaratmaq üçün Create Register VM-yə yəni klikləyirəm üzərində və Create New Virtual Machine edirəm. Əgər hal-hazırda yəni başqa bir virtual maşını əlavə edəcəkdimsə, o zaman bu digər seçimlərdən seçəcəkdim. Mən hal-hazırki vəziyyətimdə yeni bir virtual maşını yaradacağıma görə default olaraq qalır və next edirəm. Açılan pəncərədə əməliyyat yaradacağım virtual maşına ad verirəm. Mən adı təyin edirəm. Windows Server 2022. SQL-in yəni məlumatları ilə bağlı dəyişiklik etmirəm. Buradan yükləyəcəm əməliyyat sistemi tipini seçirəm. Windows'un hansı versiyasını yükləyəcəm? Windows Server 2019 olaraq seçirəm. Lakin bu template olduğuna görə mənim üçün elə bir rol oynamır. Yəni siz burada Linux'da seçib yenə parametrləri dəyişdirsəz, heç bir şey rol oynamayacaq. Məndə hal-hazırda data store bir ədəddir və onun üzərində davam edəcəm. Sizdə 2 ədəddirsə, onlardan birini seçə bilərsiniz. Default olaraq 2 CPU 4 RAM təyin edir və 90 GB hard disk. Default olaraq da saxlaya bilərəm, lakin dəyişdirə də bilərəm. Bu təbii ki, sizdən asılıdır. Mən parametrləri balaca dəyişdirəcəm. 4 CPU və 8 RAM təyin edəcəm. Bunu GB olaraq seçirəm və 8 yazıram. Hard disk mənim üçün kifayətdir. Virtual bir şərait olacağına görə, yəni heç bir dəyişiklik etmirəm. Bizə əlavə şəbəkə kartı lazımdırsa və yaxud da əlavə bir hard disk əlavə etmək lazımdırsa, yəni bir var 90 GB hard diski biz 2 yerə bölək, C diski, D diski. Bir də var ki, bizim C diski, D diski ayrı-ayrı olaraq fiziki bir disk olsun. Siz bunu belə fikirləşə bilərsiniz. Yəni yeni bir hard diskin əlavə olunmasına. Hard disk 1 var, biz burada əlavə etsək, artıq hard disk 2 olacaq. Və bir də şəbəkə kartım var. İstəsək, burada biz ikinci şəbəkə kartını da əlavə edə bilərik. Gəlin elə şəbəkə kartını əlavə edək. Çünki növbəti videolarda bizə lazım olacaq. Və mən buradan VM Network-u seçirəm. İkinci də mənim üçün heç bir fərqi var aslında. İkisində də VM Network-u seçirəm. Sonra dəyişikliyimi edəcəm mən. Və artıq mənim 2 ədəd şəbəkə kartım mövcuddur. Və hər hansısa birini əlaqəni kəsmək istəsəm, sadəcə connectin qarşısından quşu götürməyim kifayət edir. İndi isə burada əsas fikir verməli olduğumuz CD-DVD drive hissəsidir. Burada data store, ISO file seçirik. Mən bir ədəd ISO adında papka yaratmışam. Bunu siz Create Directory bölməsinin üzərinə klikləyərək yarada bilərsiniz. Və onun içinə mənə lazım olacaq, yəni ISO-lara atmışam. Hal-hazırda Windows Server 2022-nin ISO-sunu seçirəm. Əgər sizdə orada yox idisə, mən göstərmədim sizə, üzr istəyirəm. Bircə saniyə. Browse edirəm. Upload edərək öz kompüterinizdən ora ISO-nu ata bilərsiniz. Yəni sizdə kompüterdə hardadısa ISO, deyək ki, downloads papkasındadır ya desktopdadır. Oradan upload edərək, yəni siz istədiyiniz folderin içərisinə yükləyə bilərsiniz. Tam ortalığa düşməsin deyə, daha səliqəli görsənsin deyə yeni bir folder yaradıb onun içərisinə atsanız daha məsləhətdir. Və budur. Artıq bu hissədə heç bir dəyişiklik etməyə ehtiyac yoxdur və next edirəm. Hal-hazırda mənə virtual maşınımın parametrlərini göstərir. Deməli, 4 CPU və 8 RAM. Bu mənə kifayət edir. 2 ədəd şəbəkə kartı mövcuddur. OK. Bu hissədə heç bir dəyişiklik etmirəm və finish edirəm. Artıq mənim yeni virtual maşınım yarandı və bu hissəli gəldi düşdü. Üzərinə klikləyirəm və power on edərək virtual maşını aktivləşdirirəm. Enter edirəm. Mən bu hissədə virtual maşını söndürüb yenidən və üzərinə klikləyərək
Enter edirəm. Yəni ISO faylımı tez görsün deyə, o problemlə qarşılaşmayım deyə. Aslan pəncərənin üzərinə klikləyib sadəcə Enter-i vurmağımız kifayətdir ki, Windows-un yüklənmə ekranı gəlsin. Düzdür, bundan sonrası, yəni virtual maşında necə etmişiksə eynidir. Sadəcə mən hər ehtimala qarşı bunu da sizə göstərəcəm. Next edirik. Install now. Aslan pəncərədə biz Windows Server 2022-nin standart, Core yoxsa GUI versiyasını ya da Data Center versiyasını istifadə edəcəyimizi seçirik. Mən Standard Evolution GUI versiyasını seçirəm və Next edirəm. Lisans şərtləri ilə razılaşıram. Next edirəm. Custom olaraq seçirəm və 90 GB-lıq hard diskimi Aslan pəncərədə görürəm. Next edirəm. Və artıq yüklənmə ekrana başladı. Videonu mən burada yarı saxlayıram. Yüklənmə bitdikdən sonra videonu davam etdirəcəm. Və artıq Windows Server 2022-nin SQL server üzərində qurulması tamamlandı və bizdən administrator user üçün bir parol təyin etməyimizi istəyir. Mən bunu sadə bir parol təyin edirəm. Təbii ki, siz bunu real bir mühitdə istifadə edirsinizsə daha mürəkkəb parollar təyin etməlisiniz. Və artıq hazırdır. Action hissəsində Quest OS hissəsinə gələrək Send Key hissəsindən Ctrl-Alt-D düyməsini istifadə edirik və administratorun parolunu qeyd edirəm. Bu hissədən full screen edərək daha böyük ekranda görə bilərəm. Və gördüyünüz kimi Windows Server 2022 standart Evolution versiyası gəldi və 180 günlük müddət mövcuddur. Server Manager açılır. Artıq biz burada saat ayarları, şəbəkə ayarları ilə bağlı istədiyimiz dəyişiklikləri edə bilərik. Və mənim artıq burada bir ədəd deyil, 2 ədəd şəbəkə kartım olacaq və hər birinin özünə məxsus xüsusi bir IP-si olacaq. Lokal server hissəsinə gəlsəm, gördüyünüz kimi Ethernet 0 və Ethernet 1 olaraq şəbəkə kartlarımı görürəm. Mən şəbəkə kartlarını birini disable edəcəm, çünki bu videoda, yəni belə deyək, hələ ki mənə lazım deyil, növbəti videolarda lazım olanda artıq onunla bağlı dəyişikliklər edəcəm. Və gördüyünüz kimi hal-hazırda bütün şəbəkə parametrlərimi Firewall üzərindən alıb. Düzdür, təbii ki, bir serveri real mühitdə istifadə edirsinizsə, bütün parametrləri statik olaraq qeyd etsəz daha məsləhətdir. Artıq hər bir şey hazırdır. Mən serverdə update edəcəm, saat və parametrlə bağlı dəyişikliklər edəcəm. Bunu öncəki videolarda etmişəm deyə bunları videoya salıb müddət uzatmaq istəmirəm. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə qədər.